Hər vaxtınız xeyir olsun. CorelDraw'ın bugünkü dərsində sizlərlə dəvətnamələrin hazırlanması haqqında danışacağıq. CorelDraw'da dəvətnamə hazırlayarkən biz yenidən fərqli ölçülərdən istifadə edə bilərik. Məsələn, bizim gündəlik həyatda ən çox istifadə etdiyimiz toy, nişan, ad günü dəvətnamələri üçün ideal olan ölçümüz A6 ölçüdür. A6 olduqda nə çox böyük ölçüdə qalır, nə kiçik, yəni standart ölçü olaraq bu ölçüdən istifadə etmək daha məqsəd uyğundur. A5 ölçümüz var. A5 biraz daha böyük dəvətnamələrdə istifadə olunur. A6'ya nisbətən, yəni biraz daha böyükdür. Bu da içərisində əgər biz məlumat olaraq çox məlumatlar yazırıqsa, o zaman istifadə etmək olar. Daha sonra biraz uzun formatda olan ölçümüz var. Məsələn, DL ölçüsündədir. Bu ölçü də yenidən ideal bir ölçüdür. Sadəcə istəkdən asılıdır və diqqət etsəniz bu ölçü portret formasında qala bilmir. Ancaq və ancaq albomlu formada ola bilər. Bir də ki, kvadrat formatı əl ilə də yəni yazmaq olar. Bu da daha çox Instagram postlarında olduğu ölçülərə uyğun bir ölçüdür. Məsələn, mən 150-nin 150'ye yazsam belə bir kvadrat ölçü əldə etmiş olacağım. Sosial şəbəkə stilinə uyğun olduğu üçün printerdən, çapdan çıxartmağı o qədər də uyğun olan bir ölçü deyildi. İstifadəyə o qədər də yararlı deyil əslində. Yenə də istəkdən asılı olaraq təbii ki də dəyişə bilər. Biz isə standart olaraq ölçümüzü A6 ölçüdə saxlayırıq. Bu formatda istifadə edəcəyik. Ölçünü bu ölçüdə saxlayıram və zoom olaraq faizi 80'də saxlamışam. Və əlimizdə bu formada bir dəvətnamə var. Hətta biraz ölçü olaraq dəvətnamənin ölçüsünü genişləndirə bilərik. Hətta zoomu biraz daha yaxınlaşdırmaq olar. 90 etsək necə görünür? Daha yaxın olsun ki, ekranı daha rahat şəkildə görə bilək. Biz bu dizaynı qurmaq üçün əlavə belə bir şəkil gətirmişəm. Arxa fon eyni olacaq deyə mən bu dizaynı birbaşa bu hissəyə əlavə edəcəm. Mən crop aləti vasitəsilə kəsib əlavə etmişəm. Siz istəsəniz eyni dizaynı Pinterestdən də axtarış edərək tapa bilərsiniz. Bu dizayndan əlavə olaraq onu da qeyd edim ki, məsələn biz deyək ki, Pinterestdə dəvətnamə stilləri axtarmaq istəyirik. Bu zaman davetiyə, məsələn şablonları yaza bilərik və yaxud da arka plan qeyd edə bilərəm. Belə olduqda bir çox dizaynda olan dəvətnamələr gəlmiş olacaq və sizə uyğun istədiyiniz hər hansı bir məsələn arxa plan varsa üzərində sağ düyməyə toxunub kopyalavat edə bilərsiniz və CorelDraw'da bunu Ctrl+V vasitəsilə ekran boyu yerləşdirə bilərsiniz. Sadəcə olaraq ölçüsünü A4'ümüzün ölçüsünə uyğun şəkildə yerləşdirməliyik. Bunun üçün də sadəcə kənarlarından kiçiltmək kifayət edəcək. Bu formatda olduqda artıq istədiyimiz kimi hər hansı bizə verilən bir dizaynı daha düzgün və rahat şəkildə yarada bilirik. Məsələn, belə bir formaya getirirəm. Kənar hissələri çıxa da bilər. Bir A4'dən kənara və yaxud da içərisində də qala bilər. Daha sonra isə sadəcə buradan tekst vasitəsilə məsələn hər hansı bir yazı yazıram və onun yazı tipini dəyişərək mənə verilmiş dizayna uyğunlaşdırmağa çalışıram. Bu sadəcə bir nümunədir. Yəni təbii ki də istəkdən asılı bir çox hazır şablonlarımız var. Siz də istədiyiniz şablon stilindən bu üsulla istifadə edə bilərsiniz. Diqqət etsəniz çox da yaxşı bir görüntü əldə etmiş olacaqsınız. Bizim isə yaratmaq istədiyimiz bu hissədə olan dəvətnamədir. Bunun yaradılması üçün əvvəlcə A4'ümüzün rəngini dəyişirik. Təbii ki, fiqur çəkərək də A4'ün rəngini dəyişə bilərsiniz. Rəng tonu seçmək vasitəsilə və yaxud da Layout'a daxil olub Page Background pəncərəsini açırsınız və buradan Solid əmrini aktiv edərək bu hissədən rəng tonunu seçirsiniz və A4'ünüzdə olan o dizaynda olan rəngi seçirsiniz.
Daha sonra OK ilə təsdiqlədikdə birbaşa rəng avtomatik kopyalanmış olacaq bu formada və artıq mən bu dizaynı yerləşdirsəm, diqqət etsəniz, heç bir süni bir görüntü olmayacaq. Çünki artıq dizayn olaraq oxşar formadadır. Hətta biraz genişləndirirəm ki, tam kənar hissəsində yəni ölçü olaraq eyni olub olmadığını müqayisə edə bilim. Daha sonra isə mərkəzdə olacaq şəkildə dizaynımızı ekranda yerləşdiririk. Həmçinin Ctrl-D ilə kopyalayıram və buna yuxarı hissədən güzgü əksi əlavə edirəm. Eyni dizaynı aşağı hissəyə də yerləşdirirəm. Belə daha sonra yazıları əlavə edərək avtomatik yaratdığınız dizaynı yekunlaşdıra bilərsiniz. Bu işarənin qoyulması üçün dil ingilis dilində olmalıdır. Shift 7 vasitəsilə əlavə edirik. Dizaynım biraz türk dilində ola bilər. Sadəcə gördüyüm ilk dizaynı əlavə etdim deyə bu formada olmuş olacaq. Siz istədiyiniz formatdan istifadə edə bilərsiniz təbii ki də. Yazı tipi olaraq oxşar bir yazı tipini seçirəm, lakin axtarsaq eyni yazı tipində tapmaq olar. Sadəcə vaxt getməsin deyə mən oxşar bir yazı tipi seçəcəm. Hətta dizaynda olan yazıları bu hissəyə qədər yerləşdirərəm. Sadəcə bunların yaradılmasını deyim. Yadınızdadırsa, biz digər dərslərimizdə buradan düz xətlərin çəkilməsini izah etmişdik. Buradan point olanı seçirəm və shift'i sıxıb saxlayaraq ekrana düz bir xət əlavə edirəm. Daha sonra isə buradan rəng tonu seçərək, hətta Ctrl plusuna yaxınlaşıb eyni rəng tonu seçməyə üstünlük verirəm və bu xətti rəngləyirəm. Belə olduqda eyni rəng tonunu əldə etmiş olacaqsınız. Daha sonra isə yerini müəyyənləşdirib, hətta qalınlığını bu hissədən tənzimləyə bilərsiniz ki, biraz daha qalın olsun və yaxud da yox, onu bu formada dəyişmək olur. Dizayn olaraq isə biraz daha mərkəz hissədə qalmağı daha yaxşıdır. Belə. Ctrl-D vasitəsilə isə təkrar kopyalayaraq əlavə edirəm. Yenidən Ctrl-D. Daha sonra isə yazıları yazıb dizaynı yekunlaşdıra bilərsiniz. Bütün məlumatları doldurduqdan sonra isə ümumi görünüş bu formada olacaq. Təbii ki də yazı stillərinə və yaxud da istədiyimiz bu hissədə olan digər yazı tiplərinə baxdıqdan sonra, eynisini yəni axtarıb tapdıqdan sonra daha yaxşı nəticə əldə etmək olar. Bu hissədən özünüz axtarış edərək istədiyiniz düzgün yazı stilini əlavə edə bilərsiniz. Mən sadəcə oxşar bir yazı stili əlavə etdim və bəzən eyni yazı stillərini nə qədər də axtarsaq əlavə edə bilməyə-bilirik. Bunun səbəbi bəzilərinin ödənişli olmağı olur. Yəni bunu da məsələn digər proqramlar vasitəsilə, Canva vasitəsilə edə bilərlər və başqa bir proqramla edə bilərlər deyə eyni stili tapa bilməyə-bilirik. Amma bir çox halda oxşar stillərlə də yüksək nəticələr əldə etmək olur. Bu və bunun kimi bir çox CorelDRAW dərsləri, Photoshop dərsləri üçün səhifəni izləmədə qala bilərsiniz.